Bir otel otağındayam. Nə qapısı var, nə də pəncərəsi, nə də divarları. Bu nə mənzərədir axı? Gedə görə nə yeyirlər? Mənzərəsi isə möhtəşəmdir. Saat 6:30-da. Herkese salam, kanalıma hoş geldiniz. Bali'den Sidemen ərazisindən hamıya salamlar. Bir otel otağındayam. Nə qapısı var, nə də pəncərəsi, nə də divarları. Gəlin sizə buranı biraz göstərim. Bura giriş qapısıdır. Girişdən girən kimi bizi bir hovuz qarşılayır. Baseyn buradadır. Burada bir vannamız var. Kakos ağacımız belə var. Hələ kakoslarımız yetişməyib, amma var. Otel otağı belə görsənir. Burada bir balkon var. O yataqdır və hamam, tualet də o tərəfdədir. Gəlin getdik, görək otağımızda nələr var. Detallı şəkildə sizinlə paylaşam. Bura qalxan kimi birinci yataqdır. Yatağı bağlayıblar. Belə tüllərlə örtüblər. Tüllərlə örtməsi də çox normaldır. Çünki axşam burada böcəklər, kərtənkəllər və s. həşəratlar olur. Yatağın içini belə hazırlayıblar və bu arada içindən çox qəşəng parfüm isi gəlir. Bir tualet var burada. Təbii ki, qapısı yoxdur. Pərdə var sadəcə. İçərisi maraqlıdır. Balidə olduğu kimi, bütün evlərdə olduğu kimi boho stilindədir. Bütün hər yer bambudan hazırlanıb. Duş yerinə gedən yol uzaqdır biraz. Gəlin gedək baxaq. Bura duş ərazisidir. Sanki meşədəyik. Məncə bura gecə çox qorxulu olacaq. Səhər estetik görsənsə belə. Düşünürəm ki, gecə biraz tırsa bilərəm. Artıq biraz qorxdum belə. Sumka düşdü yerə. Duşun ərazisinə gedən yol belə idi. Ən maraqlı hissə məncə ikinci mərtəbədədir. İkinci mərtəbəyə dediyim kimi yol 3 yerdəndir. Bir buradakı pilləkəndən qalxa bilərik, bir buradakı pilləkəndən qalxa bilərik və bir də normal yol var. Normal yolda da normal pilləkənlərdir. Buradan qalxacaq. Gedə görə ikinci mərtəbədə nələr var? Mənzərə. Girişdə burada da pərdələr var. İstəsəz bağlayıb qapı əvəzinə istifadə edə bilərsiniz. Burada bir pilləkən var və yuxarıda çıxıb oturmaq imkanınız var. Həşərat dərmanları burada bir məcburiyyətdir. Yəni olsa yaxşı olar, yox. Məncə Baliyə gəlirsinizsə mütləq həşərat dərmanlarınız olsun. Çünki həddindən artıq çox həşərat var. Bəzən sizi dişləyirlər, bəzən dişləmirlər, bilmək olmur. Başınıza hər an nə gələcək və ən əsasda kərtənkəllər həddindən artıq çoxdur. Anyway, burada bizim bir kofe masamız var. Kofe köşəmiz var daha doğrusu. Çaynik, stəkanlar, su içində belə bir yer qoyublar və o möhtəşəm mənzərə. Bura baxın bir dənə. Sanki filmlərdəyik. Elə bir kinodur, amma əslində kino deyil. Qarşısında bir divan və masa var. Orada bir televizorumuz, burada bir divanımız və masamız var. Və ən qəşəngi isə indi bunu qoyacağam bura. Gedəcəm yeriməyə. İndi biz gün batımını izləməyə bir restorana gedirik. Orada nahar yeməyi yeyəcəyik. Orada görüşərik. İndilik videonu bağlayıram. Bəlkə səhər yogaya da getdik və bu arada səhər yeməyi üçün hovuza floating breakfast gətirirlər. Yəni istəyirsiniz ya təxmini qiyməti ya 20-30 manat civarıdır. Sifariş eləməz bir gün öncədən səhər sizin üçün hər şeyi hovuzda hazırlarlar. Bu arada bayırda gördüyünüz o hovuz üzərindəki güllü, mənzərəli, güldən nə bilim Happy Birthday yazırlar, Happy Honeymoon falan yazılar da yazılır. Amma hamısı ödənişdəndir. Çox baha deyil. Maksimum ödəniş 40 manat olmalıdır həmən güllü bir hovuz üçün.
Bu qədər. Səhər-səhər dediyim kimi bura qorxulu deyil, amma axşamı gözləyəcəyik görək necə olur. Bu arada Balidə bu ərazidə bir vulkan var və bu vulkan onların müqəddəs yeri sayılır. Onu da gedib görəcəyik. Getdiyimiz restoranda həmin vulkana açılan bir mənzərə olmalıdır. Ona da baxacağıq. Bir restoranda axşam yeməyi yeməyə gedirik. Amma bura taksi çağırmaq olmadığından gedirik resepsiona və bizə taksi çağırmalarını istəyəcəyik. Bu arada buranın yemək yeri buradır. Yəni restoranıdır desək yalan olmaz. Mənzərəsi çox möhtəşəm deyilmi? Burada da digər yerlərdə olduğu kimi nə qapı var, nə pəncərə, heç nə yoxdur. Hər şey bambudandır. İstəsəniz, yəni xüsusi bir gündürsə, sizə məsələn deyirsiniz ki, bizdə bu gün xüsusi gündür, mən xüsusi nahar istəyirəm, sizin üçün masa xüsusi olaraq hazırlanır, güllərlə bəzədilir, xüsusi yer ayrılır. Hətta bəzən dedilər ki, restoranı belə bağlayırsınız və sadəcə 2 nəfər oturub şam yeməyi yeyə bilirsiniz. Ağlınızda olsun. Restoranın resepsiyonuna gəlmişik taksi çağırmaq üçün. Sadəcə dedilər ki, taksini belə çağırmırıq. Siz WhatsApp-dan yazmalısınız, buk eləməlisiniz və 15-20 dəqiqə ərzində taksi yaxınlaşacaq. Qabaqcadan demədiyimizə görə indi burada gözləyirik. Sürücü tapa bilmədik. Ona görə də indi yeriyə biraz getməyi planladıq. Düşünürük ki, kimsə qabağımıza çıxar. Dəhşət bir rəqəm deyirdilər. Yəni dedilər ki, sizi buradan restorana aparacaq sürücü, orada gözləyəcək sizi. Sonra da geri gətirəcək və 50 manat. Hansı ki, Bali üçün 50 manat anormal bir rəqəmdir. İndi baxırıq belə lokal bir adamdan sürücü xahiş elədik. So as Bali big cremation. Yes. Yes. Okay, maybe you go to holiday in Bali. Yes. It's Bali beautiful. Yeah, Bali is very beautiful. İçəridə yemək yerlər, bunlar qardaşlar falandır. Görə nə yeyirlər? Baxaq. Wait, moment, it's my brother. Waiting? Okay. Piyada düşürük şəhər mərkəzinə və yolda da taksi tapmağı ümid edirik, amma olmasa belə yarım saat 20 məsafəsindədir və yarım saat uzun bir yol deyil. Kamanya restoranıdır. Mənzərəsinə baxın, buradan açılan. Wow, mənzərə deyib susuram sadəcə. Bu nə mənzərədir axı? Sürücümüz gəldi artıq. Axır ki 5-10 dəqiqə gec gözləmədik. Çox tez gəldi. Axır ki gedirik. Ümid edirəm gün batımını qaçırmayacaq. Axır yarım saatdan sonra gəlib çatdıq və gəldiyimiz restoran çox maraqlıdır. Restoranda belə yerlər var, hovuzlar. Jacuzzi. Belə jacuzzilər var, balaca hovuz kimi və insanlar burada yəni üzür, çimir, hər şey edirlər. Mənzərəsi isə möhtəşəmdir. Buraya gəlib çətinliklə də olsa çata bildik, amma sunseti qaçırdıq, hava artıq qaralıb, sifarişlərimizi etdik, indi də gözləyirik gəlsin. Sadəcə insanlar çox əylənir məncə burada. Buradakı bayaq göstərdiyim jacuzzilərə giriblər. Burada yəni hamı öz keyfindədir. Məncə çox qəşəngdir. Kaş ki mənim də paltarım burada olsaydı da mən də girsəydim. Bayağı cooldur. Heç bir restoranda belə bir şey görməmişdim indiyə qədər. Bütün sifarişlərimiz artıq gəlib. Əslində çox gözləmədim. Mən kebab almışam, ortaya bir salat. Ondan sonra spring roll və burger, içməyə də bir pivə və pina colada demişik.
Hardadır? Deməli desert də sifariş etmişik. Bu kokonut krepkidir adı. Yəni kokoslu bir krepdir. Hansı ki heç nə görünüşünü bəyənmədim. Məncə dadı da yaxşı deyil. Bu da brownidir. Şokoladlı brownie. Bu da heç yaxşı görsəm və çox kiçik deyil bir boşqab üçün. Bu arada bizim sifarişlərimizi çox gec götürdüklərinə görə və çox gec gətirdiklərinə görə desertləri dedilər ki, charge eləməyəcəklər, yəni ki, hesaba yazmayacaqlarını dedilər. Bundan sonra evə gedəcəyik. Ümid edirəm sabah görüşərik. Sağ olun. Bambo evdəki ikinci gündən hamıya salamlar. Sabahınız xeyir olsun. Səhər durduq. Saat 6:30-da buranı hazırladıq və sunrise-a baxdıq biraz. Ondan sonra yeməyimizi yedik. Bu ikinci sifarişimizdir bizim. Egg Benedict və avokado tost sifariş etdik. İndi də saat hardasa 11 civarıdır. Yeməyimizi yeyəcəyik, biraz şəkillər çəkdirəcəyik burada. Ondan sonra qayıdacağıq təzədən Django ərazisinə. Artıq check-out'a hazırlaşırıq. Səhər yeməyimizi yedik. İndi taksini gözləyirik. Gəlsin. Dünən gəldiyimiz taksi ilə danışmışıq. Bugün həm gəlib bizi buradan aparacaq, həm də dünənki yox, daha başqa və yeni evə bizi aparacaq. Buraları artıq yığışdırmışıq. Bir iki dənə işimiz qalıb. Onu da son bagajımıza qoyub bağlamağı düşünürük. Son vəziyyət belədir. Bu arada mən dünən dedim ki, bura çox təhlükəli görsənir. Burada çox böcək olacaq və s. Bura bizim qaldığımız evlərdən daha yaxşı bir nəticə göstərdi düzünə qalsa. Heç belə gözləmirdim. Nə böcək oldu, nə bir şey. Sadəcə səsləri var. O da yəni rayonda həyət evlərində olan quşların, təbiətin səsidir deyə bilərəm. Mən burada heç kərtənkələlər görmədim. Qorxulu bir şey başımıza gəlmədi. Amma evlərdə indi sizlə paylaşacağım, görəcəksiniz. Axşam oldu, işıqları söndürürük, hovuza çıxmaq istəyirik, hovuzun yanında oturmağa, dincəlməyə. Bir də görürük hər yer kərtənkələdir. Bir dənədir, iki dənədir, üç dənədir, bir divarda 5 dənə olur. Belə, çox təşəkkürlər. İzlədiyinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, yeni evdən, yeni videolarla qarşınızda olaram yenə. Sağ olun.